Salam, hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər, əziz şagirdlər və müəllimlər. Deməli, bilirsiniz ki, 19 aprel 2026-cı il tarixində OTK və Müstəqil Qiymətləndirmə Mərkəzinin bircə təşkilatçılığı ilə birinci qrup və ikinci qruplar üzrə sınaq təşkil olunub və həmin sınaqdakı riyaziyyat suallarının izahına baxacağıq. Qeyd edim ki, riyaziyyat həm birinci qrupda, həm ikinci qrupda eynidir. Son 3 sual fərqlidir. Onu həm birinci qrupda, həm də ikinci qrupda izah edəcəm. Yəni ona görə bu video həm birinci qruplar üçündür, həm də ikinci qruplar üçündür. Kanala abunə olub videonu bəyənib paylaşmağı unutmayın. Gəlin başlayaq bir-bir sualların izahına. Başlayaq birinci sualdan. İştiraklanmış hissənin sahəsini deyir tapın. İştiraklanmış hissənin sahəsini tapmaq üçün biz birinci sərhədləri tapmalıyıq. Bu funksiya dilində yazsam əgər mən bunu. Funksiya dilində bu iki dənə funksiyadır. Biri y bərabər 8 funksiyasıdır. Biri y bərabər x funksiyasıdır. Bunun bir sərhəddə 0'dır. Ona görə bunları bərabərləşdirəcəm. X kubu bərabər 8, x bərabərdir 2. Bunu bərabərləşdirəndən sonra onda demək bunun kəsişmə nöqtəsinin biri də 2'dir bizdə. O zaman integral 0'dan 2'yə birindən o birini çıxıb sonra müsbəti götür. Əgər mənfi alınarsa müsbəti götürmək mümkündür. Ona görə birindən o birini çıxıb da baxmaq olar. Ayrı-ayrı çıxıb tapıb sonra da çıxmaq olar. Yəni sizə necə rahatdırsa. Gəlin birinci x kubu funksiyasını hesablayaq. X kubunun ibtidai funksiyası x üstü 4 dx-ində yazaq bunu. X üstü 3'ün ibtidai funksiyası x üstü 4 böl 4 0 2. Deməli 2'ni yerinə qoyanda 2 üstü 4 16 bölünsün 4 bərabərdir 4'ə. 0'ı yerinə yazmağa ehtiyac yoxdur. Çünki 0'ı yerinə yazanda onsa 0 edəcək bizdə. Sonra 0'dan 2'yə 8 dx hesablayaq. Bərabər 8'in ibtidai funksiyası 8x 0 2. 2'ni yerinə yazanda 16 olur. 0'ı yerinə yazmağa ehtiyac yoxdur. Çünki ödənməyəcək. Yəni 0 olacaq daha doğrusu. Yəni 16 çıx 0 bərabərdir 16. Demək birini aldım 4, birini aldım 16. 16 minus 4 bərabərdir 12. Əslində burada bizim integralımızın xassəsi var da, yuxarıdakından aşağıdayı çıxmalıyam mən. Həqiqətən də özünüz də gördünüz ki, yuxarıdayı, yəni 8 funksiyası aşağıdakından daha böyük oldu. Yəni doğru cavabımız 12. Y variantı. Belə. 2 nömrəli tapşırığa baxaq. Qiymətini tapın. Bir dəfə fərqin, bir dəfə cəmin yaza bilərəm. Kök altında. Deməli 16'da 17'nin kvadratı çıxılsın. Şöyle gəlin bu 2'də 1'i necə yazaq? 16'da 8 kimi yazaq. Yaza bilərəm də. 16'da 8 2'də 1 eləyir. Çıxanda orada kəsirdə bizə kömək olacaq. Deməli kök altında bir dəfə fərqi 16'da 17 çıxılsın 16'da 8. Bir dəfə də cəmi. 16'da 17 üstə gələk 16'da 8. Bax belə. Bərabərdir. 16'da 17'dən 16'da 8 çıxanda qalır 16'da 9 vurulsun 16'da 25. Vəssalam. Bu da bərabərdir kök altında 9 vur 25, aşağıda da 16 vur 16. 9'dan çıxır 3. 25'dən çıxır 5, 2'dən 16'dan da bir dənə 16 çıxır. Bu da bərabərdir 16'da 15. Doğru cavab A variantı. 3 nömrəli tapşırığa baxaq. Rəqəmlərin yerin dəyişikliyi 9 vahid artan. Ədədim olsun AB üstü xətt, düzdür. Deyir, rəqəmlərin yerin dəyişirəm və dəyişə 9 vahid artan. Rəqəmlərin yerin dəyişəndə olur B, A üstü xətt. 9 vahid artan deyirsə, yəni bu artandır da, çox olan budur. 9 vahid çoxdursa, onda B, A üstü xəttdən çoxdan azı çıxıram. AB üstü xətt bərabərdir 9'a. Gəlin buna çaq. 10B plus A çıxılsın A 10A. Mənfi olan görə işarə dəyişir. Çıx B. Bərabərdir 9. 10B'dən B çıxanda 9B. A'dan 10A çıxanda 9A. Bərabərdir 9A. Buradan da deməli alıram. B minus A bərabərdir 1'ə. Arasında fərq olan ən böyük ədədim 98'dir. Yəni A burada ən böyük, B burada ən böyük 9 ola bilər. Onda A olur 8. B ən kiçik 1 olursa A 0 olar. A ilə başlayan ədədin yoxdur burada. 0 ilə başlayan ədədin yoxdur. Bunu görsən məcbursan B-yə 2 verirsən. B-yə 2 verəndə A da olur 1. Deməli 1 olur, ədədimin 1 olur.
ən böyük və ən kiçik iki rəqəmli ədədin cəmi. Rəqəmlərin yerini dəyişdikdə 9 vahid artan ən böyük. Bu ədədin boyuydu. Onda deməli olur biri 98, biri 21. Bunları da toplayanda 9, 11, 119. 3-də doğru cavab C variantı. Biz burada kiçik səhvə yol veririk. 98 yox. Bizdə bu ədəddən söhbət gedir axı. A-nın yerinə 8 yazacağım, B-nin yerinə 9 yazacağım. 89-dan 12 olur onda. Bunların cəmini istəyir bizdən. 9, 8, 9, 10, 11, 8, 1, 9, 1 də yadda 10, 101 olacaq cavabımız. B variantı olmalıdır. Bəli. Belə, 4 nömrəli tapşırığa baxaq. Ədədi hansı aralığa daxildir? Biz kök altının 2-dən təxminən 1/4 çıxartmalıyıq. Yəni 1/5 çıxara bilmərsən. Niyə? Çünki 1/5-i sən təzən kökün altına salsan 2,125 eləyəcək. 1/5-in kvadratı. Ona görə kök altını 2-dən təxminən sən 1/4 çıxara bilərsən. Üzərinə də 1 gəlsən bərabərdir olur 2,4. Belə. Yəni ədədin təxminən 2,4-dür. İndicə bir-bir variantlara baxaq. A variantı. A variantı 2 kök altında 2 kök altında 8-dir bizdə. Bir də 3. Sən kök altında 8-dən 2,1 çıxara bilmərsən. Çünki kök altında 8 9-a, yəni 9-dan 3 çıxır. 9-a daha yaxındır. Ona görə bundan təxminən kök altında 8-dən təxminən 2,8 çıxara bilərsən. 2,8 3. 2,4 bu aralığa daxil deyil. B variantı. Kök altında 4-dən 2 çıxırsa 5-dən çıxacaq 2 deyə bilərsən. Onda məcbursan sən kök altında 6-dan çıxarasan, deməli 2,5 çıxarasan. Və belə 2,2-nin 2,5 çıxarmalısan ki, sənə onu versin. Biz bu həldə daha dəqiq görə bilməyəcəyik. Gəlin bunu fərqli cür baxaq. Baxın. Gəlin bunun hər tərəfin kvadrata yüksəldik. A bərabərdir. Birincinin kvadratı, birincinin ikincinin hasili. Mən əslində başqa cür düşündüm ki, elə yazmaq olar. Özüm də baxdım, gördüm ya, o biraz daha dəqiq, konkret həll olmaya bilər. Gəlin bunun hər tərəfin kvadratı yüksəldi. Birincinin kvadratı, birincinin ikincinin hasilini kimi istəyir? İkincinin kvadratı. Bu da bərabərdir. 3 üstə gələk. 3 üstə gələk. Deməli 2 kök altında 2. Bu da bərabərdir. 3 plus kök altında 8. 3 plus kök altında 8. Buradan da təxminən yenə də mən təxmini kök götürsəm 3 üstə gələk. 2,8-in təxminən 2,8 çıxır. Bu da bərabər 5,8. Deməli A kvadratı 5 ilə 6-nın arasında yerləşirsə, 5,8, 5 ilə 6-da kök alsam, onda kök altında A, daha doğrusu hər tərəfdən kök alsam, onda A yerləşəcək. Kök 5 ilə kök 6-nın arası. Bu daha dəqiqdir. Əslində mən təxminən kök çıxarmaq istəyirəm, amma gördüm ki, yox, biraz dəqiq həll olmur. Ona görə belə baxa bilərsiniz. 4-də doğru cavab B variantı. 5 nömrəli tapşırığa baxaq. 49 əsasdan 8-i belə yaza bilərəm. Loqaritma 7-nin kvadratı 2-nin kubu bərabərdir. 3/2 şəklində gəlir qarşıya. Olur loqaritma 7 əsasdan 2 bərabərdir. 2-də 3 vurulsun. 7 əsasdan 2 əsasdan 7 A-dırsa 7 əsasdan 2 1/A-dır. Bu da bərabərdir. 3 bölünsün 2A-ya. Doğru cavab C variantı 5-də. 6 nömrəli tapşırığa baxaq. Sinus 40 üstə gələk, kosinus 40 bizə 1-i verə bilməz. Nağdı bu səhvdir. Sonra sinus 10 tangens ondan böyükdür. Bu da səhvdir. Birinci rübdə tangens böyükdür hər zaman. C variantı. Tangens 70 böyükdür, kotangens 70. Bu düzdür. Niyə düzdür? Çünki tangens artan funksiyadır, kotangens azalan funksiyadır. Məsələn, tutaq ki, tangens 45 1-dirsə, tangens 70 1-dən böyük bir ədəddir. Məsələn, tangens 70 1-dən böyük bir ədəddir. Amma kotangens 70, kotangens 45 1-dirsə, tangens 70 azalır. Ona görə bu 1-dən kiçikdir. Biri 1-dən böyük, biri 1-dən kiçikdirsə, deməli C variantı doğrudur da.
Kosinus 70, sinus 70. Kosinus 70'ə mən sinus 20 yaza bilərəm. Sinus 20 sinus 70'dən böyük ola bilməz. Niyə? Çünki sinus artan funksiyadır. Birinci cürübdə də artır. Ona görə sinus 70 böyük olmalıdır. Kosinus 10, kotanges 10. Kosinus 10'un yerinə yazaram. Sinus 80. Kotanges 10 da tangens 80'dir. Yenə buradakı kimidir da. Tangens böyükdür. Ona görə doğru cavab C variantı olmalıdır. 7 nömrə tapşırığa baxaq. ABCD paralelogramının, gəlin bir paralelogram çəkək. ABCD paralelogramının deməli A bucağının təmböləni ABCD. A bucağının təmböləni BC tərəfin Y nöqtəsində kəsir. Bura 9'dur. Təmbölən necə uşaqlar? Deməli bura bir alfa desəm bu da olacaq. Alfa avtomatik bu da alfadır. Düzdürmü? Onda burada bir bərabər yanlı üç bucağım yaranır deyə avtomatik olaraq burada 9 yaza bilərəm. Mənə A adını. Buranı 16 veribsə uşaqlar. Burada 16 olmalıdır. Avtomatik olaraq bura 7 qalır da. BY 9, YC 7. Bunların da fərqi 2. B variantı. Növbəti 8-ci suala baxaq. Üstlər toplanırsa mən bunu hasıl kimi göstərə bilərəm. 3 üstü 1 vurulsun, 3 üstü loqaritma. 3 əsasdan 5 minus 2. Kiçikdir bərabərdə 36. 3 vurulsun. Bunlar gedir. 5 sıx 2. Kiçikdir 36. Kiçik bərabərdir. 15 minus 3 2. Kiçikdir bərabərdir 36. Mənfi 3 2. Kiçikdir bərabərdir. 36'dan 15 çıxanda nə edir? 21. 15 atmalıyam sağa. Deməli, hər tərəfə mənfi bölsəm, x də böyük bərabərdir. Mənfi 7. Mənfi 7. Əslində burada mənfi 7 müsbət sonsuzluq cavabı olmalıydı. Ki, siz daha diqqətli yanaşasınız. Bu cavab deyil. Bunu sən böyük 0 yazmalısan. 5 minus x böyük 0 olmalıdır. Nə olsun ki, o gedibdir. Biz onu nəzərə almalıyıq axı. X kiçikdir 5. İndi gəl nədə doxunda bunları quraq, kəsişməsini tapmalıyıq. Təbii ki, hər ikisini ödəyəm kökünü, aralığını mən tapmalıyam. Deməli, bura mənfi 7'dir alır. Bura 5'dir alır. Almır, daha doğrusu üzr istəyirəm, almır bunu. 5 almır. Aha. Deməli, mənfi sonsuzluqdan 5'ə qədər. Biri bu. Biri də mənfi 7 müsbət sonsuzluq. Biri də bu. Bunların da kəsişməsi hara düşür? Mənfi 7'ni alır, 5'i almır. Mənfi 7-5 aralığı. Doğru cavab Y variantı. 9 nömrəli tapşırığa baxaq. Gəlin bunları bir dəfə tərəf-tərəfə toplayaq. Tərəf-tərəfə toplayanda olacaq 2x bərabərdir 6xy. Buradan elə nağdı görünür ki, x bərabərdir 0 bunun həllidir. X-ləri atsam 2 bərabərdir 6y. Y də bərabərdir 2 bölünsün 6. Yəni 3'də 1. Demək, həllimin biri olur. X-i 0. X-in yerinə 0 qoydum. Biri olur Y 3'də 1. Aha, biri olsun bu. Biri ümumiyyətlə uşaqlar, burada biz nəyi görə bilər? Yəni bir dəfə də bu tərəf-tərəfə çıxaq. X-lər gedəcək. Y-dən mənfi Y çıxanda 2y bərabərdir 4xy. Buradan Y yenə 0 olur. Yəni sən bunun ikisini birləşdirə bilmərsən də bunlar bir həldir. Yəni x bərabər 0 olanda 3'də 1 olmayıbdır. Yəni y nə olur olsun x 0 hər zaman ödür. Yəni bu həll deyil. Y-i atsam 2 bərabərdir 4x, x də bərabərdir 2'də 1. Deməli, həllimin biri olur bu ikisi 0 0. Biri də olur bu ikisi. X-i 2'də 1, y 3'də 1. Bax belə. Belə bir cavab var mı? 2'də 1, 3'də 1, 0 0 Y variantı. 9'da. 10 nömrəli tapşırıq baxaq. 30 kilogram duz məhlubu var. 8% duz. 30'un məhlubun var. Bunun 8%. 30 vur 8 böl 100. Bu da bərabərdir 2,4. Deməli bunun 2,4'ü duzdur. Yerdə qalan olsa ehtiyac yoxdur. Mən heç istəmirəm. Yerdə qalan neyinirəm? Yerdə qalanı da tapa bilərsən. 30'dan 2,4'ü çıxa bilərsən. Amma o bizə lazım deyil. 27,6. Mənə deyir ki,
Adam şərtdə mənə deyir ki, 17 kiloqram su əlavə eləmişəm. Su suyun üzərinə gəlir. 44,6 sudur. 3 kiloqram duz əlavə eləmişəmsə, 2,4-ün üzərinə 3 gəlsəm, 3 dəfə 2, 5,4 və ümumi bu bizə yenə məhlulu verir. Onda olacaq 50. Yeni məhlul duzluluq faizi. Duzluluq faizi. Maddəmiz, yəni duzumuz 5,4-dür. Məhlul 50-dir, vur 100. Bu da bərabərdir. Deməli 5,4-ü vururam 100-ə. Bölürəm 50-yə. 10,8. Doğru cavab 10,8. C variantı. 11-ə baxaq. X 5'e yaxınlaşanda yuxarıda aşağıda sıfıra çevrilirsə, yuxarı çevrilirim 25 çox bəli. L'Hopital qaydasından istifadə edə bilərəm və ya vuruqları armı ilə yaza bilərsən, sən necə rahatdırsa. L'Hopital qaydası sadədir. Yuxarının törəməsi 2x-6. Aşağının törəməsi 2x. Sabitin törəməsi 0'dır. 5'i yerinə qoysam 10-6 böl 10. 4 böl 10. Bu da bərabərdir 0,4. A variantı. 12 nömrəli tapşırığa baxaq. Kosinus 2x üstəgəl kosinus x bərabər 0 tənliyini deyir, həll edin. Kosinus kvadrat, kosinus 2x açaq, kosinus kvadratı x çıx sinus kvadratı x üstəgələk kosinus x bərabər 0-a. Kosinus kvadratı x çıx sinus kvadratın yerinə 1 minus kosinus kvadratı yaza bilərəm mən. Üstəgələk kosinus x bərabər 0-a. Mötərizəni açıb sadələşdirsəm, kosinus kvadratı x sıx 1 plus kosinus kvadratı x üstəgələk kosinus x bərabər 0. 2 dənə kosinus kvadratı x üstəgələk kosinus x sıx 1 bərabər 0. Deməli, kosinus x-ə bir t desəm, 2t kvadratı üstəgələk t minus 1 bərabərdir 0. Tənliyi həll edəsəm, köklərin diskriminantla həll edib tapa bilərəm. Demək, bir köküm olacaq t bərabərdir -1. Biri də olacaq 2-də 1. Bax belə. Deyir ki, pi bölü 2 pi parçasındakı köklərinin cəmini tapın. İndi bir dəfə -1'ə bərabər edəcəm, bir dəfə 2-də 1'ə bərabər edib məsələni bitirəcəm. X deməli kosinus x bərabərdir. -1'ə bərabər edəsəm, buradan alıram x bərabərdir. -1'i arda alır. Pi dövrüdə 2 pi qalar. Düzdürmü? İndi gəlin burada k-nın yerinə 0 qoysam, x olur pi. Bu aralığa daxildir. K-nın yerinə 1 qoysam, x olur 3pi. Atıram, bu aralığa daxil deyil. Demək, buradan alacağım həllin biri olur pi. Bu. Sonra, indi bir dəfə də bunu həll edirəm. Deməli, kosinus x bərabərdir 2-də 1 tənliyin həll edeyim. Bunu x bərabərdir plus minus pi bölünsün. Deməli, x bərabərdir plus minus pi bölünsün. 2-də 1'i alır 60'da pi bölü 3 dövrü də olur pi qalar. 60'da pi bölü 3 plus pi qalar. 2 pi qalar daha doğrusu. Demək, bunu gəlin indi sadələşdirək. Deməli, onda olur x bərabərdir pi bölünsün 3 plus 2 pi qalar. Bir də olur x bərabərdir pi bölünsün 3 plus -pi bölü 3 plus 2 pi qalar. Necə yenə k-ya qiymət verək. K bərabərdir 0 olsam x bərabər olur pi bölünsün 3. Pi bölünsün 3 60 dərəcə deməkdir. Bu da 90-360 aralığa daxil deyil ora. Pi bölü 3 daxil deyil. Sonra k-nın yerinə 1 yazsam,
1 qoyanda olur x bərabərdir pi bölünsün 3. Qoymağa ehtiyac yoxdur əslində. Bu 2 pi plusdursa bu 2 pi-ni aşacaq da normal. Bu almır. Sonra burada k-nın yerinə 1 qoysaq, k-nın yerinə 0 qoyanda mənfi olur. Ehtiyac yoxdur. K-nın yerinə 1 qoysam, x bərabər olur mənfi pi bölünsün 3 plus 2 pi. Bu da bərabərdir 5 pi bölünsün 3. Bu da alır da 5 pi bölü 3 bura daxildir. Bir də buradan alacağı həll hansı idi? Alacağımız həll var idi bir dənə. Buradan da pi idi. Pi-ni də biz nə yaza bilərik? Məxrəci 3 olan. 3 pi bölünsün 3 yaza bilərəm. Demək, biri olur 3 pi bölü 3, biri olur 5 pi bölü 3. Bunları da toplasam olur 8 pi bölü 3. Həmin aralığa düşəni istəyir məndən B variantı. Belə, biraz çətin sual idi. Ola bilər daha qısa həlli də var, amma şablon üsuldur da. 13-cü suala baxaq. Gəlin bu məxrəcin qoşmasına vuraq. 1 üstə gələk i-nin qoşması 1 çıx i-dir. Aşağını da eyni zamanda vuraq. Daha doğrusu aşağının qoşmasına vururam. 1 çıx i-nin qoşması 1 plus i-dir. Həm yuxarını, həm aşağını 1 plus i-yə vururam. Yuxarı olur 1 üstə gələk i-nin kvadratı. Aşağı da olur 1-in kvadratı, çıx i-nin kvadratı. Yuxarını açaq. Birincinin kvadratı, birinci ilə ikincinin hansını ikimiz, ikincinin kvadratı. I kvadratda mənfi 1 edir. 1 plus 1. Yuxarı olur 2i, aşağı olur 2. 2'lər gedir, i qalır. I üstündə 75. Bunun dərəcəsini artıq siz kompleks işləyirsinizsə, bunu bilməlisiniz ki, bu 4 dənədən bir dövr edir. 75'i 4'ə bölüm. Yəni belə deyək də, i üstü 1 bərabərdir i-yə. I kvadratı bərabərdir mənfi 1-ə. I kubu bərabərdir mənfi i-yə. I üstü 4 bərabərdir i-yə. 1-ə daha doğrusu. I üstü 5 bərabərdir i-yə. Gördünüz, artıq 4-cü, 5-ci qayıtdı əvvəl. 4 dənədən bir təkrarlansa 4'ə bölürəm. Bir dəfə 7-dən 4'ün 3'ü. 35'də də 4. 8 dəfə 4'ün 32. Qalıq olur 3. Qalıq 3-dürsə, deməli də mən bunun yerinə i kubu yaza bilərəm. I kubu da bizdə mənfi i idi. Yəni, doğru cavab Y variantı 13'də. Sonra 14 nömrəli tapşırığa baxaq. Oturacaqları 20 və 60 cm, yan tərəfləri 13 və 37 olan trapeziya. Bunu biraz fərqli üsulla deyəcəm sizə. Baxın. Bunu gəlin biraz daha başqa üsulla işləyək. Məsələn, bura 20-dir, bura 60-dır. Yan tərəfləri 13 və 37-dir. Trapeziyanın hündürlüyünü istəyir məndən. Trapeziyanın hündürlüyünü tapmaq üçün burada bir də hündürlüyü endirərəm. Burada bir də hündürlüyü endirərəm. Məsələn, bura 20-dirsə 20, x, 40 minus x deyib həll eləmək olur. Amma bunu biraz fərqli cür edəcəm sizin üçün. Baxın, biraz hesablanması uzun bir sualdır. Burada bir dənə paralelogram ayırıram. Ümumiyyətlə bir şey yadda saxlayın ki, ABCD trapeziyasında, yəni BC-dən AD-yə istənilən bir xət hansı fiqur olur olsun, fərqi yoxdur. Çəkəndə bu hündürlükdür. Baxın, paralelogram ayırdım. 13-dürsə burada 13-dür. 20-dirsə burada 20-dir. Ümumi oturacaq, böyük oturacaq 60-da bura 40 qalır. Gəlin mən bu rənglənmiş üçbucağın, burada bir hündürlük endirsəm. Bu hündürlük həm də trapeziyanın hündürlüyüdür. Deməli, mən bu üçbucağın sahəsini tapsam, sonra da AH bölü 2-lə məsələni bitirə bilərəm. Yəni, hündürlük çəkib böyük hesablamalar eləməyimə ehtiyac qalmayacaq artıq burada mənim. Gəlin baxaq. Deməli, Herona görə tapaq. S bərabərdir. Herona görə tapsam nə baş verəcək? Yarım perimetri hesablayaq. P bərabərdir. Deməli, 13, 37. Yəni, uzun hesablamalardan qaçmağa görə. Əgər mən hər iki tərəfdən hündürlüyü endirirəmsə, avtomatik olaraq uzun hesablamalar yaranır. 3, 4, 5. Bərabərdir 45-ə. Deməli, S bərabərdir. Yarım perimetr vurulsun. 45 vurulsun. 45 çıxılsın 13. 32. 45 minus 45. 45 minus 37 mənə verir 8-i. Gəlin bunu hesablayaq. Bərabərdir. 45'i yazaram 5 vur 9.
32 yazaram, 16 vur 2. 5, 8. Baxın, 2 dənə 5-dən 1 dənə 5 çıxır. 2 vur 8, 16-dan 4 çıxır. 9-dan 3 çıxır, 16-dan da 4 çıxır. Bu da bərabərdir. 20 vurulsun 12, 32. Deməli, 20, 32. 20-ni 12'ye vuranda 2'ni 12'ye vuranda 24, 240. 240. Deməli, sahə oldu 240 və AH bölü 2 ilə tapacam. Deməli, nə olacaq? Sahəm, üçbucağın sahəsi tərəf və bu tərəf seçilən hündürlük hasilinin yarısı mənə verəcək 240'ı. 20H bərabərdir 240. H da bərabərdir 12'ye. Belə də baxım olur. O H trapeziyanın bizdə hündürlüyün verir A variantı. 15 nömrə tapşırıq. Düzgün dörtbucaqlı piramidanın hündürlüyü 7'dir. Oturacağın tərəfi 8'dir. Bu piramidanın yan telini tapın. Baxaq. Deməli, düzgün dörtbucaqlı piramidanın ümumiyyətlə oturacaq kvadratdır. Bunu biz bilməliyik. Birinci bilməli məqam budur. İkinci bilməli məqam odur ki, oturacağın tərəfi 8-dirsə, kvadratın tərəfi 8-dirsə, diagonal olur 8 kök 2. Diagonal 8 kök 2-dirsə, hündürlük çəkilərsə, diagonalların kəsmə nöqtəsində çəkilməli hündürlük. Yəni diagonalım, ümumi diagonalım 8 kök 2-dirsə, o zaman bu 4 kök altında 2 və 4 kök altında 2 olaraq bölünür. Hündürlüyüm 7-dir, məndən yan tel istəyir A. Hündürlüyüm 7-dir. Deməli, A kvadratı bərabərdir 7'nin kvadratı üstə gələk 4 kök altında 2'nin kvadratı. Bu da bərabərdir 49 plus 4 dəfə 4'ün 16, 32. 4 3 7 81. Onda A da bərabərdir 9'a. Doğru cavab B variantı. 16 nömrə tapşırığa baxaq. Fx xətti funksiyasının f mənfi 4'ü istəyir məndən. Deməli, biz baxırıq ki, bunun B'si mənfi 3'dür. Düzdürmü? X-i kəsdiyi nöqtədə x bərabərdir 4'də, y bərabərdir 0 olur. Bizim də funksiyamız y bərabərdir. Daha da fx və yaxud da fərqi yoxdur. Fx bərabərdir kx plus b şəklindədir. Deməli, və y-in yerinə fx-in yerinə 0 yazacağım. K qalır. X-in yerinə 4 yazacağım. B-nin də yerinə 3 yazacağım. 3. Buradan deməli, mənfi 3 bərabərdir 4K-ya. K da bərabərdir mənfi 3 bölü 4. O zaman xətti funksiyam, fx funksiyam olacaq bu formada. Fx bərabərdir mənfi 4'də 3x, B-də 3'dür. Deməli, bir də f mənfi 4'ü hesablayacağım. F mənfi 4 bərabərdir mənfi 4'də 3 vur 4 plus 3 bərabərdir mənfi 4. Mənfi 4 ilə 4 gedir. Burada qalır 6. F 6'nı hesablayaq. F6 bərabərdir mənfi 4'də 3 vurulsun 6 üstə gələ 3. Deməli, 3'ü bölürəm 4'ə, 0 təmizə 75'ə, 6'ya vuranda 4 onda 5. Mənfi 4 onda 5 üstə gələk 3. Bu da edir mənfi 1 onda 5. Biri olur 6, biri olur mənfi 1 onda 5. Bunları da toplamalıyam da mən. Mənfi 1 onda 5'in üzərinə 6 gələndə edir 4 onda 5. B variantı. 17 nömrəli tapşırığa baxaq. Kollinearlıq şərtir. M bölünsün deməli, mənfi 3 bərabərdir 4 bölünsün 2. Mənfi 12 bərabərdir 2M-ə. M də bərabərdir mənfi 6'ya. D variantı. 18 nömrəli tapşırıq var. Silindirin oturacaq. Əslində bunun şəklini çəkə də bilərsən. Çəkməyə heç ehtiyac yoxdur əslində. Oturacaq dairədir. Dairənin sahəsi pi yerin kvadratıdır. 25 pi. Hər tərəfdən pi'ləri atsam. R kvadratı 25, R'də 5. Radiusun 5'dir. Onun deməli yan səthinin sahəsi S-yan bərabərdir 2 pi RH bərabərdir 60 pi. Hər tərəfdən pi'ləri atsam 2 vur. Radiusu 5 tapmışam H
bərabərdir 60-a. H da bərabərdir 6-ya. H6 R5. Həcmi istəyir. V bərabərdir pi. R'in kvadratı H. 25 vur 6. 150 pi. pi. 18'də doğru cavab B variantı. 19 nömrəli tapşırığa baxaq. Bərabərsizliyin tam həllərini deməli 2-ni atıb sola ortaq məxrəc eləyəcəm. 3x üstə gələk 1 bölünsün x minus 2 çıxılsın 2 kiçikdir bərabərdir 0. Ortaq məxrəc olacaq nə? X minus 2 3x üstə gələk 1 çıxılsın 2x plus 4 kiçikdir bərabərdir 0. Yuxarı olur x üstə gələk 5. Aşağı olur x minus 2 kiçikdir bərabərdir 0. İntervallar üsulu ilə həll eləyəsi olsam, aşağının sıfıra çevirən qiymət 2-dir, yuxarının sıfıra çevirən qiymət -5-dir, aşağının sıfıra çevirən qiymət 2-dir. İnterval. Deməli, -5 ilə 2-nin arasında x-in yerinə 0 qoysam mənfi olur. 2-dən sağda 3 qoysam müsbət olur. -5-dən solda -6 qoysam müsbət olur. Bizə kiçikdir lazımdır. -5, 2. Bu aralıqdakı özdə burada biz bir şeyi nəzərimizdən qaçırdıq. -5'i alır. Çünki kiçik bərabərdir bizdə. -5'i alır. Buradakı həllər -5, -4, -3, -2, -1, -2, -1, 0, 1. -1 ilə 1-in cəmi 0 edir. Bizə bu qalır. Bu cəm nə edir? 5, 4, 9, 12, 14. 19 doğru cavab B variantı. 20'ye baxaq. Hər tərəfi kvadrata yüksəlsən. Birincinin kvadratı, birinci ilə ikincinin hansının 2 misli, ikincinin kvadratı. 5'də 3 bizə 0,6'da alır. Bunun da kvadratı 0,36. A kvadratı üstə gələk 1 bölü A kvadratı bərabərdir 2,36. D variantı. 21'e baxaq. Deməli, burada biz hallarla baxmalıyıq. Birinci halda x-ə 0-dan, məsələn, əcə blok sualıdır bu. X-ə 0 böyükdə 0 verirsə, x kvadratı çıxılsın, x üstə gələk 3x çıx 3 bərabərdir 0. X kvadratı üstə gələk 2x minus 3 bərabərdir 0. Deməli, bunun bir kökü bizdə 1'dir, 1, 3'dür. Toplayanda -2 eləyir də, -3. Bu şərt daxilində buradan aldığım həll olur 1. Yəni, müsbət şərt vermişəm deyə mənfi cavabı götürə bilmərəm. İkinci halda x kiçikdir 0 şərti daxilində x kvadratı üstə gələk modul mənfi, qabağı mənfi atıb sadələşdirir. 3x çıx 3 bərabərdir 0. Deməli, x kvadratı üstə gələk 4x çıx 3 bərabərdir 0. Diskriminant bərabərdir 16 üstə gələk 12. B kvadrat minus 4ac 12 bərabərdir 28'ə. Kökünü tapaq. x1 bərabərdir -4 üstə gələk kök altında 28 bölü 2 bərabərdir. Deməli, -4 üstə gələk. Kök altı 28'i mən 2 kök 7 kimi yaza bilərəm. Bölü 2. Yuxarının hər bir həddən aşağı bölsəm, olur -2 üstə gələk kök 7. Bu mənfi kök deyil. Çünki -2 plus kök 7'dən 2,4 çıxarsa gəlir və 5 çıxarsa, üzərində -2 gəlsə müsbət edir. Bizə mənfi kök lazımdır. İkinci köküm eyni qayda -2 çıx olacaq da, eyni şeydir. Sadəcə olaraq çıx kök 7 olacaq. Burada artıq bu mənfidir. Deməli, buradan aldığım kök də budur. Və bunların cəmin istəyirdi məndən. Gəlin bunları cəmləyək. -2 çıx kök 7 plus 1. Bu da bərabərdir. -1 minus kök altında 7. Doğru cavab A variantı 21'də. Doğru cavab A variantı. 22 nömrəli tapşırığa baxaq. Düzbucaqlı üçbucağın katetlərindən biri 12'dir. Düzbucaqlı üçbucağın katetlərindən biri 12'dir. Onun qarşısındakı bucaq alfa. Bu da x olsun.
Sinüs alfası 0.6-dır. Sinüs alfa nədir? Qarşıdakı katetin hipotenuza nisbəti. Bu da mənə deyir 0.6-dır. 10-6. Yəni 5-də 3. Çarpaz vursam 3x bərabərdir 60-a, x də bərabərdir 20-yə. Bu üçbucağın perimetrini tapın. Bura 20-dirsə uşaqlar avtomatik olaraq bir katetim 12, hipotenuzum 20-sə bura 16 olmalıdır. Perimetrdə nə olur? 12, 16, 20. 12, 16, 20, 48. Y variant 22-də. 23 nömrəli tapşırığa baxaq. İlk n həddinin ədəd ortası. İlk n həddinin ədəd ortası deyəndə bu ilk n həddinin cəmin, yəni S-ni bölməliyəm sayına, n-ə. Bərabərdir 2n. Yəni ilk n həddinin ədədi ortasını deyəndə onları toplayıram. İlk n həddinin cəmin, yəni S-ni bölürəm sayına, ilk n həddi isə n-ə bölürəm. Bərabərdir, ədədi orta 2n-dir. Buradan S-in bərabərdir 2n-in kvadratı. Məndən dedi 5-ci həddini tapın. A5. A5 bərabərdir S5 çıx S4. Bəsəm S5-i tapaq. S5 bərabərdir 2 vurulsun 25, 50. S4 bərabərdir 2 vurulsun 32, 2 vurulsun 16, bərabərdir 32. S5-in yerinə 50 yazacağım, S4-ün yerinə 32 yazacağım. 8, 1. 18 doğru cavabdır. Maraqlı sual idi. Sonra 24 nömrəli tapşırığa baxaq. 2a kvadratın açaq. A kvadrat plus A kvadrat üstə gələk B kvadrat plus C kvadrat. Bununla buna köməkçi müxtəsər tətbiq edək. A plus B-nin çöldən kvadratı çıx 2AB. Bununla da buna köməkçi müxtəsər tətbiq edək. A üstə gələk C-nin kvadratı minus 2AC. A plus B bizdə 7-dir. Kvadratı 49 minus. Bunların ikisindən mən mənfi 2-ni çıxarıram çölə. Qalır AB üstə gələk AC. Plus A üstə gələcək 9-u kvadratı 81. 49 plus 81. 130. Çıxaq 2 vurulsun. AB üstə gələcəyini mən 30 verib. 130 çıx 60. Doğru cavab 70. Belə. Sonra 25 nömrəli tapşırığa baxaq. Törəmə tapaq. F iştirik x bərabərdir. 3-dən işim yoxdur. 5 düşür qarşıya, üstdən 1 çıxılır. Şöyle burada x minus 1 mürəkkəbdir deyə bunun ayrıca törəməsinə baxa bilərsən. X minus 1-in törəməsi, x-in törəməsi 1, 1-in törəməsi 0, yəni bizə 1-i verir. Ona görə heç bir dəyişiklik yoxdur burada. Çıxılsın. 12x-in törəməsi 12. K-la işim yoxdur. Sinusun törəməsi mənə verir kosinus 6x-i. Bir də 6x mürəkkəbdir, onun törəməsi yəni 6. Plus. Törəmədə deyir x-in yerinə 0 qoy. X-in yerinə gəlmə 0 qoyaq. F0 bərabərdir 15. Üstə çıxılsın 12. Üstə gələk K. 6K. Kosin 0-da 1-ə bərabərdir da. Bərabərdir deyir 27-yə bərabər elə. 13 plus 6K bərabərdir 27. Nəysə səhv elədik. Bir də baxaq görək nəyə səhv elədik. 15, 12. Heç nə. 15-dən 12-ni çıxanda 3 qalır burada. 6K bərabərdir 24. K da bərabərdir 4-ə. 26 nömrəli tapşırığa baxaq. Birinci biz bunun daxilə çəkilmişi tapmaq üçün birinci herondan sahəni tapmalıyıq. P bərabərdir yarım perimetr. 13 üstə gələk 14 üstə gələk 15 böl 2. 13 plus 14 plus 15 böl 2 21. S bərabərdir. Kök altında P vuralsın. P minus 13. 21 çıx 13. Sonra vurulsun. 21 çıxılsın 14. 21 çıxılsın 15. Bu da bərabərdir. 21'i yazaram. 3 vur 7. 8 vur 7 vur 6.
2 dənə 7-dən 1 dənə 7 çıxır. Deməli 3 vur 8 vur 6 da mənə verir 144. 144-dən 12 çıxır, yəni 84. Daha doğrusu 98. Yəni baxaq görək düz oldu mu bu? Sonra hesab səhv eləməyək. Hesab səhv eləməyək. Demək 2-dən 7-dən 1 dənə çıxır, 7 çıxır, 14 yox 12. 3 vur 8 vur 6 144 eləyir, 12. Bu da 84. Belə. Deməli kiçik yer bərabərdir. Kiçik yer bərabərdir. 2s bölünsün A plus B plus C. Bu da bərabərdir 2 vur 84 168 bölünsün. Bunların cəmi də bizə 42-ni verirdi da, səhv eləmirəmsə. 4. Deməli 26-da doğru cavabımız nə olur? 4 olur. 27-yə baxaq. Aha, belə bir sualdır. Görək nə deyir bizə burada. Birinci biz bu çarpazlığa görə bura 40-dırsa betta da 40-dır. Bunu biz nə adı bilməliyik. Bu üçbucağa görə alfa xarici bucaqdır. Qonşu və 2 daxilinin cəmidir. Alfa da bərabərdə 60 ilə 40-ın cəmi 100. Bura 60-dırsa paralel kəsən 60 avtomatik olaraq qamma olur 120. Daxili bir tərəfli yaranır. 1, 2, 3. Alfanı 100 tapdım. 1 uyğun gəlir B. Birə uyğun gəlir B. 2-yə uyğun gəlir. Deməli, bettanı 40 tapmışam. 2-yə uyğun gəlir Y. 3-ə nə uyğun gəlir? Bunu silək. Qammanı 120 tapmışdım. 3-ə də uyğun gəlir A. Yenidən baxaq. Deməli, betta olur 40. 1-ə 2-yə Y variantı uyğun gəlir. Betta olur 40. Alfa nə olur bəs? Alfa nə olur? Davam edək növbəti 28 nömrəli tapşırıq. Birinci qutuda 20 qırmızı 60 yaşıl top var. Bu olsun birinci qutu, bu olsun ikinci qutu. 20 qırmızı 60 yaşıl. İkinci qutuda 24 qırmızı 26 yaşıl. Bu topları daha böyük qutuya qarışdırıram. Təsadüfi bir qırmızı və bir yaşıl top seçirəm. Ümumi olur, qırmızılar olur 44. Bir dənəsini seçirəm. Sonunda olur kombinizon 44-dən 1. Və bir dənə yaşıl, bir dənə də qırmızı seçirəm. Qırmızına qırmızının ümumi hal olaraq seçməliyəm. Ümumi neçə dənə qırmızı var? 44 qırmızı, yaşıl nə idi? 86. 86-dan 1. Kombinizon 86-dan 1. Qırmızı topun birinci qutu. Qırmızı topun birinci qutudan çıxması 20-dən 1 vurulsun. Yaşıl topun ikinci qutudan 26-dan 1. Məsələn, gəlin bunları hesablayaq. 20 vur 26 bölünsün 44 vurulsun 86. Bundan bu yuxuya gedir 4-ə. 4-ü ixtisar gedəndə nə qalır burada? 11. 4-ü ixtisar edəndə 5. 26 ilə 86 ixtisar gedir 2-yə. 86 bölünsün 2, 43. 26-nı 2-yə böləndə 13. Deməli, onda nə baş verir burada? Yuxarıda olur 5-i 13-ə vuranda 65. Aşağıda da 43-ü 11-ə vuranda 473. 473 65. Doğru cavab. 29 nömrəli tapşırığa baxaq. Düzbucaqlı üçbucağın düzbucaq təpəsinin hipotenuzudan paralel müstəvi keçirilmişdir. Cəminə düzbucaq, üçbucaq çəkək. Düzbucaq, üçbucaq. Düzbucaq təpəsindən hipotenuzuna paralel bir müstəvi keçirək. Hipotenuzuna paralel bir müstəvi keçirək. Düzbucaq təpəsindən hipotenuzuna paralel bir müstəvi keçirirəm. Aha.
Hipotenuzun müstəvidən məsafəsi 5-dir. Katetlərin bu müstəvi üzərindəki proyeksiyasını tapmaq üçün təpələrdən katetlərə müstəvi perpendikulyara endirməliyəm. Proyeksiyanı tapmaq üçün. Həmin proyeksiya bura 90-dır. Burada 90-dır. Həmin proyeksiya bu hissədir. 5 kök 3 buradır. 10 da buradır. Yerlərini dəyişə də bilərik əslində bunların ölçüyə görə. 10 buradır, 5 kök 3 burada, olsa bir önəmi olmayacaq. Və müstəvidən məsafəsini də mənə 5-5 vermişdi. Bura bir A deyək, bura bir B deyək, bu da olsun C. Gəlin A-nı Pifagora görə tapaq. A kvadratı bərabərdir. 5-in kvadratı 25, 5 kökün kvadratı 75, 100. B-nin kvadratı bərabərdir. 5-in kvadratı 25, 10-un kvadratı 100. Bu da bərabərdir 125. Bizdən hipotenuzun uzunluğunu istəyir. C kvadratı bərabərdir 100 plus 125. Bu da bərabərdir 225. O zaman C-də, yəni hipotenuzum da olur 15. Doğru cavab. 30-a baxaq. İsbat edin ki, tərəfinin uzunluqları ədədi silsilə təşkil edən düzbucaqlı üçbucağın daxilində çəkilən çevrənin radiusu silsilə fərqinə bərabərdir. Gəlin belə deyək. Tərəfin uzunluğu 1 olsun A və D qədər artır. A plus D, üstünə də D gəlsə A plus 2D. Belə getdikcə artır. Və ədədi silsilə təşkil edəndir. Pifagor tətbiq edək. Təbii ki, ən böyük tərəf bizə hipotenuzdur. A plus 2D-nin kvadratı bərabərdir A-nın kvadratı, katetlərin kvadratları cəm A plus D-nin kvadratı. Bunu açaq. Birincinin kvadratı, birinci ilə ikincinin hasilinin 2 misli, ikincinin kvadratı bərabərdir A kvadratı plus A kvadratı plus 2AD plus D kvadratı. Buradan A kvadratları gedir. Sağda qalır A kvadratı plus 4A2AD plus D kvadratı. 4AD-ni atıram sağa, çıx 4AD, çıx 4D-nin kvadratı bərabər 0. A kvadratı çıxılsın 2AD, çıx 3D-nin kvadratı bərabər 0. Bunu vuruqlara ayırsam, A üstə gələk AD, A kvadrat plus AD, çıx 3AD, çıx 3D-nin kvadratı bərabər 0. Ortaq vuruq çıxarsam, A-nı çıxarsam qalır A plus D, 3D-ni çıxarsam qalır A plus D bərabər 0. Ortaq vuruq A plus D-ni ortaq vuruq çıxarsam qalır A minus 3D bərabər 0. Hasil 0-a bərabərsə, ailələri 0-a bərabərdir. Amma A bərabərdir mənfi D, bir də A bərabərdir 3D. A-nın yerinə 3D yazsam, ən birinci burada nə olacaq? 3D, 4D, 5D. Düzdürmü? İndi gəlin daxilə çəkilən çevrənin radiusunu hesablayaq. Daxilə çəkilən kiçik yer A, yəni bu hipotenuzu 3 ilə 4-də katetlərdə da 3D, 4D katetləri cəmləyib hipotenuzu çıxıb 2-yə bölməliyəm mən. 3 ilə 4 7, 7-dən 5-in 2D bölü 2 bərabərdir D. Deməli nə aldım? Radiusu D-yə bərabər aldım. Belə. Bu birinci qrupun belə deyək sualları. İndi gəlin ikinci qrupa baxaq. İkinci qrupa baxaq. Mağazaya 2 maşınla birlikdə 60 yeşik alma və armud gətirdilər. Birinci maşındakı alma yeşiklərinin isə armud yeşiklərinin isə 9 dəfə çoxdur. 2 maşınla birlikdə cəmi 30 yeşik armud var. Mağazaya 2 maşınla hər birində 60 yeşik olmaqla alma və armud gətirdilər. Birinci maşındakı alma yeşiklərinin isə armud yeşiklərinin isə 9 dəfə çox idi. Hər birində 60 yeşik olmaqla. Bu olsun birinci maşın, bu olsun ikinci maşın. Bizə deyir ki, gəlin baxaq. Hər birində 60 kiloqramdır. Deməli, ümumi 120 kiloqramdır da bizdə. Yəni, bunda da 60 kiloqram, 60 yeşik olmaqla, 60 yeşik var. Bunda da 60 yeşik var.
Birinci maşındakı alma yeşiklərinizə armuddan 9 dəfə çoxdur. Birinci maşında alma, armud. Alma yeşiklərin sayı armuddan 9 dəfə çoxdur. Almaya armuddan 9 dəfə çoxdur. Armuda x desəm alma olur 9x. Ümumi 10x bərabərdir 60 yeşik, x də bərabərdir 6. Deməli birincidə alma 54'dür. Alma 54'dür. Birincidə armud nə qədərdir? 6. Birinci maşında neçə yeşik alma gətiriblər? Birincidə alma 54'dür dayıda. Birincidə alma 54'dür. Sonra gerisinə baxaq. Bir yeşik alma 20 kilogram, bir yeşik armud 30 kilogram olarsa, mağazaya gətirilmiş armudların kütləsi və alma və armud ümumi neçə faizini təşkil edir? Bizə sonunda bir məsələdə deyir ki, 2 maşınla birlikdə cəmi 30 yeşik armud gətirmişəm. Cəmi 30 yeşik armud gətirmişəm. Armud 6'sı buradadırsa, ikincidə deməli 24 yeşik nə olacaq? Armud olacaq. Armud. Bax belə. 24 armuddur. 60'dan 24'dən çıxsam 36'da almadır. Alma. Bax belə. İndi gəlin bu məlumatları götürək. Kopyalayaq. İndi buradan baxaq. Görək indi burada bizə nə verəcək. Buradan baxaq. Deməli. İndi bizə deyir ki, bir yeşik alma 20 kilogramdır, bir yeşik armud da 30 kilogramdır. Düzdürmü? Mağazaya gətirilmiş armudların kütləsi. Mağazaya neçədən armud gətirilib? 6 buradadır, 24. Ümumi 30 yeşik gətirilib. Ümumi 30 yeşik gətirilib. Armud. Bir yeşik də 30 kilogramdırsa ümumi olacaq 900. Bir dəqiqə. Demək, bir yeşik alma, bir yeşik armud gətirilib. Ümumi armud 6'sı birincidədir, 24'ü ikincidədirsə ümumi 30'dur. Biri də 30 kilogramdırsa ümumi kütlə sayı olur 900. 20 kilogram alma. Biri 20 kilogramdırsa 54 buradadır, 24 buradadır. 54 nə 24? 5, 7, 8. Hə, 54 almanın 54 buradadır, 36 buradadır. Ümumi 90 olur. 90 yeşik. Bir yeşik də 20 isə 90'ı vururam 20'yə bərabərdir 1800. Armudların kütləsi alma və armudların ümumi kütləsi neçə faizidir? Demək bu 9 bizdə nə oldu birinci? Bu oldu armud, düzdürmü? Bu da oldu alma. İndi mənə deyir ki, gətirilmiş armudların kütləsi alma və armudların ümumi kütləsi 2700 vur 100 neçə faizini təşkil edir? Bununla bu gedir, burada qalır 3. 3'də 100 faizini təşkil edir da. Bu da 33'dən 3'də 1'dir. 33'dən 3'də 1 olmalıdır. Əgər hesab səhv eləmədiksə belə olmalıdır. Mağazadan təsadüfən olaraq seçilmiş bir yeşik almanın birinci maşını, bir yeşik armudun isə ikinci maşına gətirilmə hadisəsinin ehtimalı. Gəl bu məlumatları biraz dəqiqləşdirək. Deməli, deyir, təsadüfən seçilmiş. Bunu silək bir dənə, görək bizə burada nə verib. Bir dənə yeşik almanın birinci maşınında bir yeşik alma. Alma bir yeşik 54'dür. Bir yeşik alma, bir dənə seçirəm. Ümumi halların sayı olur 54'də 1. Təsadüfən seçilmiş, mağazadan təsadüfən bir seçilmiş. Ümumi 90 dənədir. 90. Niyə? Çünki bizə deyirdi ki, 60 yeşik olmaqla ümumi. Bizə dəqiqə. Mağazadan təsadüfən seçilmiş bir yeşik alma. Hə, 90 olur da. Çünki 54'ü birincidən gətirilib, 36 ikincidən gətirilibsə ümumi olacaq 90. 90 ümumi alma seçirəm. Bir yeşik alma birinci maşında. Birinci maşında 54 yeşik gətirmişəmsə olur 90'da 54. Vuraq. Bir yeşik armud olsa ikinci maşında. İkinci maşında bir yeşik armud seçirəm.
24'ü buradadır. 6'sı buradadır. Ümumi olur 30. İkinci maşında gətirilmiş olması. İkinci maşında da 24'dür da. 30'da 24. Bəsəm. Gəlin bunları hesablayaq. Görək nə verəcək bizə. Bununla bu gedir 6'ya yoxsa 6'ya 5, 6'ya 4. Bununla bu gedir 9'a 10, 9'a 6. Aşağı olur 50, yuxarı olur 24. Bu da bərabərdir. 6'ya ixtisar elədik bunu, yoxsa nəyə ixtisar elədik? 6'ya ixtisar elədik. Bir dənə görək nəyəsə səhv eləmədik ki. Yaxşı. 2'yə vursaq yuxarı olur 48, aşağı olur 100. Bu da bərabər 0,48. Belə. Doğru cavab 0,48. Hər iki qrupu izah elədim. Kanala abunə olub fikirlərinizi bölüşməyi unutmayın. Sağ olun, özünüzü qoruyun.